Son çəkdiyim bir neçə video bəzi adamların xoşuna gəlməyib. Bir çox mənfi şərhlər gəlmişdi o videoya ki, bəs qardaş Avropanı belə xoşlamırsansa, orada nə gəzirsən, orada nə yaşayırsan? Onu bildirmək istəyirəm ki, mən heç vaxt Avropa gözəldir, Avropanı yəni mən belə bir tərif yağdırmamışam ki, bura yaxşıdır və yaxud da mən heç vaxt buranı pisləməmişəm ki, bura pisdir. İnsanlar sosial mediadan o qədər yalan videolar görüb ki, o qədər qulaq yalana alışıb ki, artıq tərəfsiz bir insanın videosuna baxanda mənim kimi, yəni mən Avropanın nə tərəfini tuturam, nə də ora onu müdafiə edirəm. Burada mənim nə xeyrim var, nə də ziyanım. Sadəcə mənim işim odur ki, çəkim, olanı göstərim. Yaxşısı varsa yaxşını göstərim, pis tərəfi varsa pisi göstərim. Onun mənim üçün heç bir fərqi yoxdur.